Hə, uşaqlar, başlayaq dərsin növbəti hissəsinə. Hansı ki, belə deyək, tapşırıqlar paneli və baş menyu haqqında danışaq. Tapşırıqlar panelinin haqqında danışsaq, deyirik ki, tapşırıqlar paneli ekranın harasında yerləşir? Ekranın ən aşağı hissəsində yerləşir. Ekranın ən aşağı, bax bu indi boz rəngdə gördüyünüz, bax bu hissə ümumilikdə adlanır bizdə tapşırıqlar paneli. Tapşırıqlar paneli neçə hissədən ibarətdir? O hissələrə baxsaq, bu hissədə, bax indi bizdə burada belə deyək, valyutanı göstərir, yəni valyuta xəbərləri gəlir. Valyuta xəbərindən də əlavə burada bizdə son hadisələri özündə saxlayan bax məlumatlar öz əksini tapır. Sonra bu hissə adlanır bizdə baş menyu, hamının start kimi tanıdığı. Bu hissə adlanır bizdə bərkidi, bu hissə daha doğrusu adlanır axtarış sahəsi. Yəni Windows-da axtarış aparmaq üçün ola bilər hansısa faylınız, hansısa belə deyək proqramı, şəkli, nə bilim videonu hara qoymusunuz, amma tapa bilmirsiniz də. Qovluqları ələk-vələk eləmisiniz, tapa bilmirsiniz. O zaman bax bu axtarış sahəsində deməli gəlir Windows-da. Amma bilirsiniz ki, hardasa kompüterdə hardasa var da, həmin o faylı tapmaq üçün yazırsınız həmin faylın adını və varsa da kompüterinizdə göstərəcək ki, filan yerdədir, gedib onu aça bilərsiniz. Misal üçün tutaq ki, mən yazıram bura 2008, hədir və görürsünüz qəbul 2008 çıxdı. Və həmin faylı açıram, yəni aça bilərəm. Üzərinə klikləsəm həmin faylı aça bilərəm. Amma belə də ki, mən misal üçün axtarıram, bütün qovluqlarımı tapa bilmirəm də, həmin o 2008 qəbulu hara qoymuşdum. Amma bilirəm ki, kompüterimdə var. Yəni onu rahat şəkildə tapmaq üçün. Bu hissə isə adlanır bizdə bərkidilmiş düymələr. Bərkidilmiş düymələr hansılardır? Ümumiyyətlə, bərkidilmiş düymələr istifadəçiyə məxsusdur. O individualdır. Yəni, normalda indi mən bu proqramları özüm gətirib bərkitmişəm də bura. Çünki hansı proqramlarla mən çox istifadə edirəmsə, o proqramları mən gəlib tapşırıqlar panelinə bərkidə bilərəm. Necə? Misal üçün mən bu proqramlardan tutaq ki, burada scan proqramı var. Mən bu scan proqramını tez-tez istifadə edirəm və gətirib tapşırıqlar panelinə əlavə etmək istəyirəm. Tapşırıqlar panelinə əlavə etmək, yəni bərkitməyin müxtəlif növləri var. Həmin növlərdən biri hansıdır? Dədə-baba üsulu, hansı ki, tuturuq həmin o proqramın ikonundan və gətiririk tapşırıqlar panelinin üzərinə və buraxırıq. Və bu zaman görürsünüz, həmin proqram gəldi tapşırıqlar panelinə düşdü. İndi bunu buradan çıxardaq. Necə çıxarda bilərik? Gəlirik həmin proqramın ikonunun üzərinə, sağ düyməni basırıq. Burada var Unpin from taskbar. Yəni tapşırıqlar panelindən yığışdır. Bastıq bunu və salam, götürüldü buradan. Başqa bir üsulla nə edə bilərik? Həmin proqramın seçib, kontekst menüsünü açıb, ümumiyyətlə kontekst menyularda sağ düymə ilə açılır da, mouse'un sağ düyməsindən daha doğrusu. Açdıq, açılan kontekst menyuda burada var pin əmri. Biz həmin o pin əmri ilə, düzdür, burada bizdə pin to start var, amma gəlib show more options'a basanda daha detallı belə deyək. Həmin o detallı kontekst menyuda, burada da bizdə yenə də pin to start, yəni baş menyuya bərkit. Bir də pin to taskbar var. Tapşırıqlar panelinə bərkit. Misal üçün pin to taskbarı bassaq, görürsünüz, həmin proqramın ikonu gəldi yenidə düşdü tapşırıqlar panelinə. Bəs pin to startı bassaydım nə olardı? Pin to startı basanda isə həmin proqramın ikonu baş menyuya düşür. Gedək bu baş menyunu açaq. Bax, baş menyuda burada bizdə bu siyahı var da, bu next page bölməsində bu üç bucağı basırıq və görürsünüz pinnet bərkidilmişlər. Və həmin o bərkidilmişlərin arasında görürsünüz, həmin o scan proqramı gəldi, bura düşdü. Yəni belə, yəni biz bir proqramı tapşırıqlar panelinə də bərkidə bilərik, gətirib baş menyuya da ora əlavə edib bərkidə bilərik. Sonra burada mənim yadımdan çıxdı, bu hissəni ötürdüm. Bu hissə isə task view rejimidir. Task view rejimində nədir? Bax, bir növ bilirsiniz bu nə deməkdir? Bax, belə deyim də sizə. Necə ki, qazın 4 dənə gözü var da, birində çay qoydunuz, birində yemək bişirirsiniz, birində misal üçün başqa iş görürsünüz. Eləcə də, bax, hal-hazırda bu mənim işlədiyim iş masasıdır. Mən bir dənə də iş masası yarada bilərəm.
Misal üçün bu iş masası, və görürsünüz ikinci desktop yarandı. İndi mən bu iş masasında deyək ki, magistratura qovluğunu açmışam. Bu iş masasında bu işimi görürəm. Sonra gəlirəm bura. Bundan əvvəlki iş masasında isə gedib başqa şey görə bilərəm. Misal üçün onda da gəlib 2025 mülki müdafiə qovluğunu açıb. Burada da bu işi görürəm. Yəni bir növ qazın 4 dənə gözü var və orada birində çay qoymuşam, birində yemək bişirirəm. Burada da həmçinin eyni anda biz bir neçə iş masası yarada bilərik. 16 dənə eyni anda iş masası yaratmaq olar. Həmin o iş masalarında fərqli-fərqli işlər görmək olar. Misal üçün mən bu iş masamda, magistratura qovluğunda işimi gördüm, qurtardım. Bu qovluqdan çıxdım da bu iş masasında işim bitdi də. Elə gəlib task view rejimindən də həmin o iş masasını götürüb silə bilərəm. Bax belə. Sonra burada bu hissə isə adlanır bizdə bildirişlər oblastı, notification area. Bildirişlər oblastında bizdə burada nə qeyd olunur? Və gördüyünüz kimi burada bizdə belə bir bildirişlər əks olunur. Məsələn, hal-hazırda mikrofonun açıq olması, ekran klaviaturası, hansı ki dil paneli, biz klaviaturanın yazı dilini gəlib buradan ingilisin üstünə basmaqla dəyişə bilərik Azərbaycana, Rusa, bəlkə mən başqa dil də əlavə eləmək istəyirəm, Çin dilini, məsələn, ərəb dilini. Onda More Keyboard Settings bölməsinə daxil olub, həmin bu dil panelinə başqa dilləri də əlavə eləyə bilərik. Ondan sonra biz nə haqqında danışırıq? Burada Wi-Fi-yə qoşulma var, ondan sonra səs səviyyəsi var, kompüterin hal-hazırda batareya statusu göstərilir, vaxt və tarix göstərilir və bu düyməni basanda isə kompüterimizə gələn bildirişlər əks olunur. Hansı ki, bu kompüterimizə gələn bildirişlər də, məsəl üçün, hansısa proqramların bizə verdiyi bildirişlərdir də. Basıram bunu. Bax, bu bildirişlər oblastında bizdə burada artıq bax, mənim indi kompüterim Dell kompüteri olduğu üçün Dell-in öz dəstəyindən gələn bildirişlər var. Ondan sonra bax, Outlook-dan gələn bildirişlər var və s. Deməli, buradan isə bizim kompüterimizdə olan proqramların bildirişləri əks olunur. Və eləcə də bildirişlər oblastında bu üzdə olanlar dedikdə mikrofondur, ekran klaviaturasıdır, dil panelidir, Wi-Fi-yə qoşulma haqqındadır, nə bilim, səs səviyyəsidir. Eləcə də bu üç bucağı basmaqla isə daha digər olan proqramlarımızı da burada görə bilərik. Hansı ki, Bluetooth-u görə bilərik burada, Zoom proqramının özünü görə bilərik, Copilotu görə bilərik və s. axır. Bax belə. Bax, bu da oldu tapşırıqlar paneli haqqında məlumat. Tapşırıqlar panelinin indi kontekst menüsü haqqında danışsaq, bir də bir şey deyim sizə. Tapşırıqlar panelinin ən sağ küncündəki isə adlanırdı bizdə, ötən dərsimizdə mən dedim, AeroPeek interfeysi. Hansı ki, AeroPeek interfeysi neyinidir? Ekranda olan açıq pəncərələri tapşırıqlar panelinə yığırdı da. Bax, həmin o, misal üçün deyək, ekranda bir neçə pəncərə açıram, bu pəncərə, ondan sonra gedək başqa bir pəncərə açaq, deyək ki, bu pəncərə və əlqərəz. İndi hal-hazırda 2 dənə pəncərə açıqdır. İndi mən bu pəncərələri, misal üçün, tapşırıqlar panelinə yığmaq istəyirəm. Necə yığa bilərəm? Gəlirəm deyib, burada tapşırıqlar panelinin ən sağ küncündə gəlib dayananda burada Show Desktop əmri yaranır. İndi mən bunu basanda həmin o pəncərələr yığıldı tapşırıqlar panelinə. Deməli, indi uşaqlar tapşırıqlar panelində hansı hissələr oldu? Bax, burada məlumat verici bu hissə ki var. Burada hava haqqında məlumatdır, valyuta haqqında məlumatdır, son hadisələrdir. Hansı ki, burada xəbərlər də ola bilər, gəlir. Ondan sonra bu baş menyudur, axtarış sahəsidir, task view rejimidir. Tapşırıqlar panelinə özümüz tərəfindən bərk edilmiş düymələrdir, bildirişlər oblastıdır və Show Desktop olan hissəsidir. İndi tapşırıqlar panelinin kontekst menüsünə baxsaq, tapşırıqlar panelinin kontekst menüsünü necə açırıq? Tapşırıqlar panelinin boş bir yerində dayanıb sağ düyməni basmaqla, görürsünüz, burada Taskbar Settings var, tapşırıqlar panelinin parametrləri, bir də burada var Task Manager, tapşırıqlar meneceri. Birinci başlayaq Task Managerdən, tapşırıqlar menecerindən. Bunu iki yolla açmaq olar. Ya Ctrl-Shift-S kombinasiyası ilə aça bilərik. Ctrl-Shift-S kombinasiyası ilə aça bilərik. Ya da gəlib tapşırıqlar panelində mouse'un sağ düyməsini basıb elə Task Manageri buradan da aça bilərik. Yaxşı, açılan bu tapşırıqlar meneceri pəncərəsində nə görə bilərik?
hal-hazırda backgroundda, yəni arxa fonda gedən hansı proqramlarımız açıqdır, o proqramlarımızı görə bilərik. Ondan sonra arxa fonda bizim də bilmədiyimiz, amma kompüterimizdə olan proqramlar var ki, amma əslində siz bilmirsiniz ki, onlar artıq açıqdır, aktivdir və hal-hazırda bunlar iş aparırlar. İstədiyini söndürə bilərsən. Misal üçün deyək, bax, tutaq ki, Cisco Webex Meetings var. Mən bunu söndürmək istəyirəm. Seçdim bunu, End Task bastım. Həmin proqram artıq öz funksiyasını dayandırdı. Sonra uşaqlar performans hissəsində kompüterin hal-hazırda belə deyək, performansını görə bilərik. Onun CPU-su, yəni prosesorunun işləmə qabiliyyətini görə bilərəm. Yəni yüklü olma qabiliyyəti də. Tutsa bizim prosesorumuz hardasa 20% civarında çalışır. Memory bizdə burada RAM yaddaşı göstərir. Yadınıza gəlir, RAM nə idi? Aktiv, üzərində iş apardığımız proqramlar gəlib burada yerləşir. Bax, hal-hazırda bizim bu RAM-ımız, mənim RAM-ım 16 GB-lıqdır və hal-hazırda onun 11,5 GB istifadə olunur. Yadınıza gəlir, mən texniki təminatda demişdim, RAM nə idi? Aktiv, üzərində iş apardığımız proqramlar yer tutur. Tamam, okey. İndi bax, burada məndə bir dənə də deyəndə daha 2 dənə pəncərə var da. Hal-hazırda bir dənə baxaq görək nə qədərdir? 11,5. Mən bunu X-i basmaqla və artıq belə deyək, həmin orada azalma da müşahidə olunmalıdır. Bax, gördünüz ki, 11,4-ə düşdü. Axı niyə? Biz RAM-a nə deyirik? Aktiv, üzərində iş apardıqlarımız gəlib RAM-da oturur da. Daha gözünüz 11 tam, bu tərəfdə 11,3-ə düşüb artıq. İndi burada 11,4 göstərir. Deməli, uşaqlar, mən yenidən gedib açanda, məsəl üçün, tutaq ki, indi gedib hansısa başqa bir proqramı, Excel proqramını açıramsa, indi memory hissəsi yenə də olacaq. Niyə? Çünki bu proqram açıldı axı, bu gəldi hara düşdü? RAM-a düşdü. Görürsünüz, 11,6-ya qalxdı artıq. Yəni belə. Yəni RAM-ın vəziyyətini görə bilərik, diskimizin, Wi-Fi-ın siqnal gücünə qədər buradan görə bilərik. App History bölməsində isə buradan proqramların tarixçəsini görə bilərik ki, hansı proqramlar bizim kompüterimizdən, daha doğrusu onun prosesorunu nə qədər yükləyir, neçə vaxtı istifadə olunub, yəni onları görə bilərik. Burada var Startup Apps. Misal üçün, bəzi proqramlar var ki, onlar kompüteri açan kimi özü açılır. Amma mən o proqramların özü açılmasını istəmirəm. Bax, misal üçün, tutaq ki, məndə burada bagajı çoxsu disable eləmişəm də, söndürmüşəm ki, kompüter yarananda onlar açılmasın. Məsəl üçün, tutaq ki, burada enable olanlardan, deməsən, Mobile Device adlı bir proqram var. O kompüter açılan kimi elə özü aktivləşir. İstəmirəm aktivləşsin. Gəlirəm, indi bu enable-ı disable edirəm ki, sönsün də. Yəni, kompüter açanda bu açılmasın avtomatik. Gəlirəm, disable-ı basıram, bu rejimdə söndürdüm. Və yaxşı olardı ki, siz özünüz də evdə, kompüterdə, bax, bu Startup Apps bölməsini yoxlayasınız. Hansı proqramlar sizə lazımlı deyilsə, amma onlar enabledsa, onları disable-a keçirməyiniz daha tövsiyə olunur. Niyə? Həm sizin RAM-ınıza təsir eləməsin, yəni RAM-ı boşu-boşuna yükləməsin. Həmçinin də kompüter daha optimal şəkildə işləyə bilsin. Bax belə. Yəni Task Manager-lə bax biz gördüyümüz kimi kompüterin performansını görə bilərik. Dediyim kimi onu biz tapşırıqlar panelinin gəlin bu Excel-i bağlayım. Tapşırıqlar panelinin kontekst menyusundan sağ düymə ilə aça bilərik. Yaxud da dediyim kimi Ctrl-Shift-S kombinasiyasını basmaqla da həmin o pəncərəni yenidən aça bilərik. Bir də sizə bir şey deyim. Düzdür, bu çox nadir hallarda olur. Əvvəlki əməliyyat sistemlərində bu daha tez-tez baş verirdi. Bəzən olur ki, misal üçün, hansısa bir proqram açdınız, o proqram sizin kompüterinizi dondurdu. İndi nə o proqramdan çıxa bilirsiniz? Məcbursuz neyniyəsiniz? Kompüteri söndürüb tezdən yandırasınız da. Hər dəfə də söndürüb yandırmaqdansa ən asan yolu nədir? Misal üçün, deyək ki, mən Excel-i açan kimi mənim kompüterim dondu. Ay Allah, heç bir şey düymə işləmir də. Nəyə basıram işləmir. Çıxış yolu nədir? Dədə-baba yolu yandır, söndür, düzələcək. O yandır, söndür, düzələcəkdənsə Taskbar meneceri, yəni istənilən halda kompüter nə qədər donsa da, amma o Ctrl-Shift-S işləyəcək mütləq. Həmin o Ctrl-Shift-S-i basandan sonra açılan bu tapşırıqlar meneceri pəncəsində Excel tapdım, bir də End Task-ı basıram. Mən bilirəm Excel açılandan sonra dondu da bu. End Task-ı basıram, Excel bağlandı, kompüter də gəldi özünə. Da söndürüb yandırmağa ehtiyac olmadı. Yəni, bax belə.
Sonra indi danışaq tapşırıqlar panelinin kontekst menyusundan sağ düyməni bastıq. Taskbar settings. Gəl taskbar settingsə görək tapşırıqlar panelinin kontekst menyusunda bizdə burada nələr var. Bax bu search hissəsi ki var idi. Tapşırıqlar panelində bax bu dedimi kompüterdə axtarış aparmaq üçündür. Hal-hazırda bu bizdə yalnız ikon kimi görünür də, gördüyünüz kimi. İndi mən bunu ikon kimi yox, məsəl üçün tutaq ki, göstərirəm search box kimi. Search box kimi göstərəndə isə bax bu artıq bizdə qutu şəklində göstərəcək. Sadəcə indi burada qutu şəklində ona görə göstərmir ki, bura mən çoxlu düymələr gətirib yapışdırmışam ona görə. Yəni bu düymələri bərkitdiyim düymələri buradan yavaş-yavaş bir-bir uzaqlaşdırım ki, onu rahat şəkildə belə deyək, görə biləsiniz. Bircə dəqiqə. Bu Google Drive-da götürək buradan. Ondan sonra Copilot-u da götürək. Sonra əslində artıq göstərməli idi. Windows-un arada belə şıltaqlığı olur. Bircə dəqiqə. Tapşırıqlar panelinin kontekst menüsünə bir də baxaq. Bu search hissəsində biz search box yazmışıq. Bir də bunu search icon only qoyaq. Bir də tezdən qaytaraq search box-a. Hədə göstərdi. Və gördüyünüz kimi indi artıq burada bizdə necə göstərir? Qutu şəklində göstərir də. Bayaqları yalnız icon şəklində göstərirdi. İndi isə artıq qutu şəklində göstərir. Bir də belə var. Həm icon, həm də nişanı formasında. Buna biz qutu demirik də. Qutu forması bax belədir. Search box daha uzun versiyada göstərir. Amma burada search icon and label-ı qoyanda isə həm icon, həm də kiçik bir search sözü də yazılır. Bir də var elə yalnız iconunu göstərsin. Onda da yalnız elə belə lupa. Bir də var heç göstərmə. Haydi basırsan, ümumiyyətlə heç göstərmir. Bax belə. No, indi deyək ki, göstərsin. Sonra task view rejimi. Bayaqlar dedimi, bir neçə iş masaları yaradıb iş görə bilərik. İndi həmin bu task view-nu söndürmək istəyirəm. Gəlirəm ondur, off eləyirəm və salam, artıq mən onu görmürəm. İndi on eləyəcəm, görəcəm. Sonra bax widgetlər. Widgetlər hansıdır? Bax burada dedimi, hava haqqında məlumatı göstərir, nə bilim valyutanı göstərir və yaxud da ki, burada son yeniliklər, xəbərlər falan göstərir. İndi istəmirəm də göstərsin. İndi istəmirəm. Onu off eləyirəm, artıq görünməyəcək. On eləyəcəm, görünəcək. Off eləyəcəm, görünməyəcək. Bu widgetlər, yəni əlavələri görmək istəməsək bu rejimi söndürürük. Sonra burada var bizdə deməli emoji and more. Emoji and more hissəsində isə hansı ki, bax biz burada while typing qoyanda yalnız yazı yazarkən, məsələn WhatsApp messengerində və yaxud da başqa bir proqramlarda yazı yazarkən aşağıda emojilər gələcək. Məsələn ürək, gülmək, ağlamaq, smayliklər ki, onlardan istifadə edəsiniz. Bir də var always. Always rejiminə qoyanda isə bu avtomatik burada aktiv olur. Və biz bu emojilərə gəlib, bax buradan həmin o emojiləri seçə bilərik. Amma bir də var, əgər mən qoysaydım ki, while typing qoyanda isə yalnız, indi görürsünüz, görünmür orada. Nə vaxt ki, hansısa bir proqramda mən yazı yazacağım, məsəl üçün WhatsApp Messengerdə yazı yazacağım, onda o gəlib düşəcək ora. Və istifadə eləmək lazım gələndə gəlib oradan basıb istifadə edə bilərsiniz. Sonra uşaqlar, burada var bizdə, indi mən never seçirəm. İndiki halda mən neyim alasın, mən heç kimdən çıqqırlaşmıyorum. Sonra burada var bizdə pen menü. Pen menü nədir? İndiki halda bu on rejimindədir. Yəni ekranda biz qələm istifadə edə bilərik. Məsəl üçün, əgər mən bunu off eləsəm, artıq həmin qələmi istifadə edə bilməyəcəm. Onu eləsəm, istifadə edə biləcəm. Yəni bu da nədir? O hansı ki digitizeri qoşduğumuz zaman həmin o qələmindən istifadə edib eləməmək üçün. Sonra touch keyboard nədir? Bax bu ekran klaviaturası. Misal üçün, bax görürsünüz, bu da rejim always-dir. Always-i misal üçün seçirəm never. Ekran klaviaturasını heç vaxt göstərmirəm. Bir də var, seçimlər arasında burada var when lock keyboard attached. Bu nədir? Bu isə bəzən klaviaturamız kompüterdə tanınmayanda, bu çox nadirən baş verir. Demək olar ki, ümumiyyətlə baş vermir. Amma məsələn, tutaq ki, klaviaturamızın üstünə su töküldü və artıq kompüter klaviaturamızı tanımır. Niyə? Çünki onun sxeması demək olar yanıb da. Və bu zaman kompüter özü artıq tapşırıqlar panelində o keyboard
aktivləşdirəcək. Çünki kompüter başa düşür ki, sənin klaviaturan işləmir, sən yazı yazmaq istəyirsən axı. Onda gəlib həmin o ekran klaviaturasından, gəl bunu always qoyaq, baba ekran klaviaturasından artıq istifadə eləyə biləsən deyə. Bax belə. Ondan sonra burada var bizdə other system tray icons, yəni başqa digər belə deyək sistem ikonları. Bunda basanda burada artıq var bizdə hidden icon menu və hidden icon menunu on rejimində. Bunu off eləyəndə gözü buradakı üçbucaq var idi. O itdi. Onu eləyəndə görünür. Hansı ki bu üçbucağa basanda dedimi, başqa digər proqram bildirişləri gözünüz görünür də o burada. Və bu görünənlər siyahısında görürsünüz, Bluetooth var, Skyner var, nə bilim, Zoom var və Copilot var. Niyə? Çünki onlar burada on rejimindədirlər ona görə. Misal üçün mən bunu off eləsəm, artıq onlar görünməyəcək. Və yaxud da ki, on eləyib, məsəl üçün, onların arasında Microsoft Outlook-u da yandırmaq istəyirəm, məsələn. Artıq Microsoft Outlook proqramı da gəlib bu siyahıya düşmüş olacaq. Elə indiki halda elə kapaz bu üç bucağı da bağlayaq, heç görünməsin. Ondan sonra burada var Taskbar Behaviors, hansı ki tapşırıqlar panelinin belə deyək, idarə etməsi. Biz bu hissəyi keçəndə isə burada var bizdə Automatically Hide the Taskbar. Avtomatik tapşırıqlar panelini gizlət. Buna push qoyanda görürsünüz tapşırıqlar panelini gizləndi. İndi və ümumiyyətlə heç tapşırıqlar paneli görünməyəcək ki, görünəcək. Sən nə vaxt tapşırıqlar paneli hissəsinə gələndə o artıq bizdə görünmüş olmalıdır. Bax, tapşırıqlar panelinə gələndə gözün görünür. Mausu götürürsən, itir. Gəlirsən o tərəfə görünür. Bir də var ki, elə mən o rejimi söndürürəm, qoy elə paslayanla tapşırıqlar paneli görünsün. Sonra taskbar alignment hissəsində və görürsünüz tapşırıqlar panelindəki düymələr hardadır? Mərkəzə yığılıb da. İndi mən istəmirəm mərkəzə yığılsın, istəyirəm yığılsın sola, left. Görürsünüz, sol tərəfə yığıldı. Yox, əgər istəyirəmsə ki, tapşırıqlar panelini bərkitdiyim düymələr elə mərkəzdə görünsün, onda seçirəm center. Sonra burada var Show Badge on Taskbar Apps. Bu nədir? İstəsək quşu götürə bilərik, istəsək quş qoya bilərik. İndiki halda mən bunu sizə göstərə bilməyəcəm. Bu nə deməkdir? Uşaqlar, bu siz nə deməkdir? Məsələn, tutaq ki, belə deyim də sizə. WhatsApp Messenger proqramını yükləmişəm və WhatsApp-a bildirişlər gəldi. Və WhatsApp-a gələn bildirişlər, necə ki, telefonda WhatsApp-ın üstündə bildiriş gəldikcə 1, 2, 3 rəqəmlər yazır. Həmin rəqəmlər, əgər mən WhatsApp yükləmişəmsə kompüterə və o proqramın ikonunu da gətirib tapşırıqlar panelində bərkitmişəmsə və indi mənə WhatsApp-a bildirişlər gəldikcə buradakı ikonun üstündə artıq 1, 2, 3, 5 yazıla gələcək. Sonra Show Flashing on Taskbar Apps. İndiki halda bu quş işarəsi var idi, aktiv idi. İndi quşu götürdüm, deaktiv oldu. Bəs bu nə deməkdir? Bu isə bəzən pəncərələr xüsusi sarı işıq yanaraq məlumat verici işıq verir. Bu işıq nə üçündür? Misal üçün, həmin o proqrama nəsə, belə deyək də, bildiriş gəlir. Onunla bağlıdır. İndi onu mən bir dənə eləməyə cəhd göstərim. Görün məndə onu tutuzdura biləcəmmi? Neçə dəqiqə? Bax, məsələn, tutaq ki, yox, indi burada bunu alındıra bilmirəm. Alınsaydı amma qəşəng olardı. Neçə dəqiqə və sənəd yaradaq. Sonra bir də sənəd yenə yaradaq. Mən bu, belə deyək, bunu salım aşağı. Bunu da buradan neçə dəqiqə. Hə, yoxlayaq bir dənə. Tak. Hə, bax görürsünüz. Bax, yanır sönür də, bax burada. Yəni nəyi bildirir? O onu bildirir ki, sənin Word-ünə bildiriş gəlib, xəbərin yoxdur. Misal üçün, mən indi Word-ümə gedib girsəm, bildiriş nədir? Bildiriş odur ki, sən bu səhətdən çıxmaq istəyirdin. Tamam, çıxıram ha, səhət üçün. Amma diqqətli ol, bu səhəti yadda saxlamamısan. Yadda saxlamaq istəyirsən, yoxsa yox? Hə, mən qərar verirəm ki, don't save, yadda saxlama. İşte qurtardı getdi. Həmin o yanıb sönən o işıq, qırmızı işıqdır ya narıncı işıqdır nədirsə də, həmin o işıq gözü söndü. Bunu neysə alındıra bildim. Sonra burada var bizdə Share any window from my taskbar. Bu nədir? Bu isə, misal üçün, əgər bizim kompüterimiz lokal şəbəkəyə qoşulubsa və əgər buna quş işarəsi qoyulubsa, bu nə deməkdir? Bu deməkdir ki, artıq mənim kompüterimin, belə deyək, tapşırıqlar paneli digər kompüterlərlə də mən, məsələn, gəlib paylaşa bilərəm. Sonra Select the far corner of the taskbar
To show the desktop. Bəs bu nədir? Bu isə uşaqlar İndiki halda mən sizə dedim, tapşırıqlar panelinin ən sağ küncündə ki, bu düymə var idi ki, bunu basanda bütün açıq pəncərələr tapşırıqlar panelinə yığılırdı. İndi mən istəmirəm orada o düymə olsun. Gəlirəm quşu götürürəm. İndi gedək baxaq. Burada artıq o düymə yox. Niyə? Çünki mən o rejimi söndürdüm axı. Ona görə quşu qoysam və həmin düymə yenidən gəldi bura. Bax belə. Sonra burada var Combine Taskbar Buttons and Hide Label. Bu nədir? İndiki halda burada rejim always'dir. Burada var when taskbar is full, bir də var never. Always nədir? Yəni bir proqramın pəncərələri açılanda həmin o pəncərələr qruplaşsın bir düyməyə. Ki, indiki halda görürsünüz always-dir. Bax, misal üçün Word-ün hal-hazırda bir pəncərəsi açıqdır da. Mən Word-ün bir dənə də pəncərəsini açdım. Mən Word-ün bir dənə də pəncərəsini açdım. Görürsünüz, 3 dənə Word-ün pəncərəsi açıqdır. Üçü də birləşib nəyə? Bir düyməyə, bir proqram ikonuna qruplaşıb. Niyə? Çünki burada rejim nədir bizdə? Always rejimidir. Ona görə, əgər mən buradan rejimi dəyişib when taskbar is full qoysam, bu zaman nə olacaq? Bu zaman tapşırıqlar panelində yer çatmayanda qruplaşacaq. Bax, necə ki, indi burada iki dənə Word pəncərəsi vardı. Biri bu pəncərədir, biri də bu pəncərədir. Amma indi mən gəlib başqa digər Word pəncərəsi də kontrolunu basıb yaratsam və görürsünüz, biri də açıldı. İndi gəlin birini də yaradım, kontrolunu. Hə, bax, biri də açıldı. Bir daha birini də yaradım, kontrolunu. Yenə açıldı bu. Kontrolunu. Bunlar qruplaşmalıydı. Hə, bax, indi qruplaşdı. Gördüyünüz kimi. Bəzən kompüter canlı dəstən video görüntü aldığıma görə uşaqlar burada gülürlər ki, müəllim nə oldu, alınmadı axı. Bax, gördüyünüz kimi niyə? Çünki burada rejim nə idi? When taskbar is full. Yəni tapşırıqlar panelində yer çatmayanda qruplaşdır. Bir də var never. Never nədir? Heç vaxt qruplaşdırma. Yəni sən nə qədər açırsansa aç, o heç vaxt bax belə qruplaşmayacaq. Yanında belə üç bucaq, üç nöqtə olacaq. Yəni bunu üç nöqtəni basmaqla həmin o pəncərələri bir belə ziyarət edə bilərik. Bunun hər bir halda ən gözəl seçim burada always rejimidir ki, always elə zaten açılan kimi eyni proqram pəncərələri gəlir bir düymədə qruplaşır. Maşallah olsun 8 dənə açmışam. Gəlin mən bunları bir yavaş-yavaş bağlayım. Sonra burada var bizdə deməli show smaller taskbar buttons. Yəni tapşırıqlar panelindəki bu ikonların belə deyək, kiçik rejimdə göstərilməsi. O nə zaman göstərsin kiçik rejimdə? Nə var ki, tapşırıqlar panelində yer çatmayanda, o qədər şey açmışam ki, yer çatmayanda, onda həmin bu tapşırıqlar panelindəki bax bu düymə və ikonlar daha kiçik piktogramlarla görünsün. Amma əgər mən buradan rejim always qoysam, hər bir halda görürsünüz kiçik piktoqramlar rejimində görünür. Və yaxud da ki, never qoysam, heç vaxtda kiçilməyəcək. Elə həmişə də bu boyda görünəcək. Bax belə. Sonra burada var date and time bölməsi, hansı ki bu da vaxt və tarixlə bağlı olan bölmə. Date and time bölməsi ilə isə biz burada belə deyək, zonanı dəyişə bilərik. İndiki halda biz Bakı vaxtı ilə da bu zonanı dəyişə bilərsən. Həm Astaraxan vaxtı ilə qoya bilərsən, Saratov vaxtı və yaxud da ki buradan gəlib artıq show time and date in the system try, yəni sistem bildirişləri oblastında həmin bu vaxt və tarixin görünüb görünməməsini təmin edə bilərik. Sonra set time avtomatikalı bu rejimi yandıra bilərik ki, hansı ki bu rejim bilavasitə kompüterin internetindən götürülür də. Yəni mənim əgər internetim qoşulsa Wi-Fi-ya, bu zaman Azərbaycan regionu üçün saat neçədir? O saatı avtomatik olaraq belə deyək götürür. Yəni zaten indiki halda bunu aktivləşdirməyin mənası da yoxdur. Niyə? Çünki belə deyək də onsuz da saatımız hal-hazırda düz göstərir. Belə. Ondan sonra saatın göstərilmə formatını da dəyişə bilərik. AM, PM kimi göstərilməsini təmin edə bilərik. O hansı ki ingilis formatında var, AM, PM. Və yaxud da ki bizim təqvimimizdə Qriqoryan təqvimi olsun, İvrit təqvimi olsun, İslam təqvimi olsun. Maraqlı bir də İslam təqviminə görək İslam təqvimi ilə indi neçənci ildəyik? Baxsaq 1447-ci ildəymiş. Belə. Neysə, qaydaq Qriqoryan təqviminə. Bu birinci dəfədir görürəm. Bu İvrit təqvimi nədir? İvrit təqvimi elə də 47-ci ildə deyəsən. İvritlə İslamın fərqi nə oldu bilmirəm. Bilənlər YouTube-da komment hissəsinə yazarlar.
Sonra bizim ümumiyyətlə kalendarda həmişə bir çox kalendarlarda görmüsünüz, həftənin birinci günü bazar günündən başlayır da. O da düzgün dedi. Hətta elə telefonlar olub ki, mən çaşmışam. Cəmaata söz vermişəm ki, filan vaxtı görüşərik. Sonra baxıram ki, valla filan vaxt əslində bazar gününə düşür. Sadəcə mənim kalendarımda o birinci gün kimi göstərir. Bizim kalendarımızda da birinci gün hansı gün olsun, bazar ertəsi olsun, çərşənbə axşamı olsun, yəni həmin o günü təyin edə bilərik. Vaxt və tarixin formatını təyin edə bilərik ki, bir var belə açıq şəkildə göstərsin, 17 yanvar 2026 kimi. Bir də var qısa göstərsin, 15-04-17 kimi. Misal üçün, bax belə nöqtə 2 ili 4 rəqəmli olaraq göstərsin. Yəni bu şəkildə. Sonra vaxtı da 09:40, yəni belə 24 saatlıq rejimdə göstərsin, yoxsa saniyələrə qədər göstərsin. Onu təmin edə bilir. Bir də AM PM məsələsi var ki, istəsə bu ingilis formatı ilə səhər 12-yə qədər AM, 12-dən sonra PM olsun. Yəni bax bu şeyləri də icra edə bilərik. Ondan sonra bizdə burada başqa nə qaldı? Başqa tapşırıqlar panelinin kontekst menüsündə notification, bildirişlər oblastı qaldı ki, bu bildirişlər oblastında hansı proqramın bildirişləri görünsün, hansı proqramın bildirişlərini söndürək ki, görünməsin. Ondan sonra burada don't disturb, yəni məni narahat etmə rejimini aktivləşdirib söndürə bilərik. Əgər bu rejim aktivləşirsə, hansısa proqramdan bildiriş gələndə zaten o görünməyəcək bizə. Niyə? Çünki don't disturb-u qoymuşam. Və yaxud da ki, burada don't disturb-u vaxtla, saatla da qoya bilər ki, filan vaxtda açılsın, məni narahat eləmə rejimi. Filan vaxtda sönsün. Məsəl üçün, mən telefonumda elə eləmişəm. Gecə saat 12-dən sonra Dolby Stop rejimini yandırmışam. Yəni, gecə saat 12-dən sonra lap belə ölsəz də, mənə zəng eləsəz, avtomatik olaraq sizin zəngləriniz məndə səssizə düşür də. Yəni, mən zaten onu görmürəm. Ancaq indi iPhone-larda, indi biz varlıyıq da, iPhone-larda bir də belə seçim də var ki, birinci zəng istənilən halda görünmür. İkinci isə eyni adamdan ikinci zəng gələndə iPhone onu algılayır ki, demək ki, bu adam gecə saat 12-dən sonra sənə ikinci dəfə zəng etsə, demək təcildir də, kimsə ölür və ya kimsə yanır, pajardır. Yəni lazımsan, onda o zəngi daha səssizə almır da göstərir. Amma mən o zəngi də söndürmüşəm ki, yəni ikinci zəngdən sonra da yenə də dot disturb rejimində mənə bildirişi təqdim etməsin. Bax, bu da oldu bizdə tapşırıqlar paneli və onun kontekst menüsü haqqında məlumat.